Salam, hər vaxtınız xeyir. Deməli, iş dəftərimizdə nisbət mövzusu ilə davam edirik. Bundan əvvəl dərslikdən nisbət mövzusunu kanalımıza yükləmişik. Orada dərsimizlə tanış olun. Ondan sonra iş dəftərindən də tapşırıqlarınızı işləyin. Deməli, şəkildə verilənlərə görə cədvəli tamamla. Yazır nisbət, yazılışında, oxunuşu da necə oxunursa onu yazmalıyıq. Deyir, göy topların sayının qırmızı topların sayına nisbəti. Yazıb, göy topların sayının 2-dir. Qırmızı topların sayına nisbəti 2-nin 3-ə nisbəti. Oxunduğu zaman da oxunur ki, 2-nin 3-ə nisbəti. Bu şəkildə. Qırmızı topların sayının göy topların sayına nisbəti. Qırmızının sayının göy topların sayına nisbəti. Bu da oxunur 3-ün 2-yə nisbəti. İndi bizə oxunuşun verib 3-ün 5-ə nisbəti. Mən yazaram ki, 3-ün 5-ə nisbəti. Gəlin görə 3-ün 5-ə nisbəti nədir? Qırmızı topların sayının ümumi topların sayına nisbəti. Yazarıq ki, qırmızı topların sayının ümumi topların sayına nisbəti. Sayına nisbəti. Bu şəkildə. Sonra verib 5-in 3-ə nisbəti. Oxunuşun yazsaq, yazarıq 5-in 3-ə nisbəti. Görək nədir? 5 nədir? Ümumi topların sayının qırmızı topların sayına nisbəti. Sayına nisbəti qısa yazaq. Sonra yazıb 5-in 2-yə nisbəti. Bax, bunu bu şəkildə yazaq. 5-in 2-yə nisbəti. Ümumi topların sayının buna nə deyək? Göy topların sayına nisbəti. Göy topların sayına nisbəti. Bu şəkildə yazılır. İkinci tapşırığımızda görək nə deyir. Deməli, şəkildə verilənlərə görə tələb olunan nisbəti yaz. Bu nisbətin tərsini yaz və nəyə göstərdiyini izah et. Toyuqların deyir sayının qazların sayına nisbəti. Toyuq nə qədərdir? 1, 2, 3, 4, 5. Qazların sayı 1, 2, 3, 4. Yəni toyuğun sayının qazın sayına nisbəti. Həmən bu 5-in 4-ə nisbətinin tərsi nədir? 4-ün 5-ə nisbəti. O zaman biz nə deyirik? Deyirik qazların sayının toyuqların sayına nisbəti. Tərsinin də nəyə göstərdiyini bu şəkildə izah etdik. Qazların sayının, qazların 1, 2, 3, 4. Yazdıq 4-ü. Quşların ümumi sayına, yəni həm toyuğun, həm qazın birlikdə görə ümumi sayı nə qədərdir? 5 dənə toyuq idi, 4 dənə də qaz idi. Deməli, ümumi 9-dur. Yenə bunun tərsini yazsaq, deməli, 9-un 4-ə nisbətində yazacaq. Deyəcək ki, quşların ümumi sayının qazların sayına nisbəti. Qazların sayına nisbəti. Bu şəkildə. Üçüncüdə deyək ki, quşların ümumi sayı. Quşların ümumi sayı biz bildik ki, 9-dur. Sonra toyuqların sayına nisbəti. Toyuqların da sayı 5-dir. Bunun tərsini yazsaq, 5 bölünsün 9 nisbətində. Yəni toyuqların sayının quşların ümumi sayına nisbəti. Quşların ümumi sayına nisbəti. Bu şəkildə yazılacaq. Üçüncü, deyək ki, fiqurların qırmızı və ya yaşıl karandaşla elə rənglə ki, fiqurların sayının yaşıl fiqurların sayına nisbəti 3-ün 1-ə nisbətində olsun. Yəni, bizim qırmızı fiqurların sayı 3 dənədir.
Yaşıl fiqurların sayı bir dənədir. Nisbətimiz bu şəkildədir. Biz demişik axı nisbət dərsini keçəndə A əvvəlki hədd, B sonrakı hədd. Yəni əvvəl hansını deyiriksə, birinci orada duran həmin nisbəti belə başa salım da, həmin nisbəti göstərir. Deməli 3 dənə qırmızıya bir dənə yaşıl düşür. A variantında nə edərik? Biz 3 dənə qırmızını rəngləyərik. Bu bir dənə yaşıl qalar. Belə yazım ki, bu yaşıl olar. Digərləri də 3 dənə qırmızı olacaq. Sonra B variantında nədir? Deməli, biz də yenə dedik ki, bir dənə yaşıla 3 dənə qırmızı düşür. Yazaram ki, bax, yaşıl, bax, 3 dənə qırmızı. Sonra yenə yazaram yaşıl, yenə 3 dənə qırmızı. Nətər oldu? Nisbətimiz deməli nətər olacaq? Bunun qoy nisbətini yazım. 3-ün 1-ə nisbətindədir. Bunun nisbəti necə olacaq? 6-nın 2-yə nisbəti. 6-nın 2-yə nisbəti yenə hər tərəfi 2-yə bölsək, elə 3-ün 1-ə nisbəti demək deyil. Eyni cavabı aldıq. Yenə bir dənə yaşıla 3 dənə qırmızı düşür. Bir dənə yaşıla 3 dənə qırmızı düşür. Yenə bir dənə yaşıla 3 dənə qırmızı düşəcək. Deməli 3 dənə yaşıl, 6 dənə qırmızı deməkdir. Nisbətimiz 1, 2, 3, 4, 5, 6, 7, 9 dənə daha doğrusu. 9 bölünsün 3 nisbətində. Yenə hər tərəfini mən 3-ə bölsəm, onlar 3 bölünsün 1 nisbətində. Sonra dördüncü. Dördüncü tapşırığımız da onun kimidir. Nə deyir? Deyir ki, sarı və qırmızı dairələrin sayı 1-in 2 nisbətində olmaqla uyğun sayda qırmızı dairə çək. Yəni bizim burada bir dənə sarıya 2 dənə qırmızı düşür. Sanki bunun kimi başa düşün. Bir dənə qırmızıya 2 dənə sarı düşəcək. İndi bir dənə sarı varsa, mən nə qədər qırmızı çəkərəm? 2 dənə qırmızı çəkərəm. Aha, deməli 2 dənə sarı var. 2 dənə sarı var. Biz demişik ki, bir dənə sarıya 2 dənə qırmızı düşür. Onda yenə bir dənə sarıya 2 dənə qırmızı düşəcək. Deməli 2 sarıya 4 dənə düşdü. Nisbətin şəklində yazsam nə yazacağam? Yazacağam ki, 2, 4 nisbət. Hər tərəfi yenə 2-yə bölsəm olacaq 1-in 2-yə nisbətində. Aydın olduğu eyni şeydir. Yenə sarıya 2 dənə düşür. Bir dənə sarıya 2 dənə qırmızı düşür. Bir dənə sarıya 2 dənə qırmızı düşür. 1, 2, 3. 3 dənə sarıya 1, 2, 3, 4, 5, 6 dənə düşür. Hər tərəfin 3-ə bölsəm, yenə 2-də 1 nisbətin alacam. Bu şəkildə. 5-ci misalımız. 5-ci misalda deyir, şəkildəki fiqur vahid kvadratlardan ibarətdir. Tələb olunan nisbəti yaz və sadələşdir. Rəngli sahənin rəngsiz sahəyə nisbəti. Gəlin görək neçə dənə rəngli var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə rənglimiz var. Deyir, rəngsiz sahəyə nisbəti. 1, 2, 3, 4, 5, 6, 7, 8. Hər tərəfini neçəyə bölərəm? Mən hər tərəfin 2-yə bölərəm. Onu 2-yə böləndə 5, 8-i 2-yə böləndə 4. Həm nisbətini yazdıq, həm də sadələşdirdik. Sonra rəngsiz sahə nə qədər idi? Rəngsiz 8 dənə idi. Ümumi sahəyə nisbəti. Ümumi nə qədərdir? Ümumi də 18 dənədir. Saysaz onsuz da özünüzdə görəcəksiniz. Hər tərəfi mən neçəyə bölərəm? Hər tərəfi bölərəm 2-yə. Deməli, 18-i 2-yə böləndə 9, 4-ü 8-i 2-yə böləndə 4. Ümumi sahə 18 idi. Rəngli sahəyə nisbəti. Rəngli sahəmdə 10 idi. Yəni, hər tərəfi mən 2-yə bölərəm. 12-yə böləndə 5, 18-i 2-yə böləndə 9 bölünür 5 nisbətin alarım. Növbəti 6. Deyir ki, nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi yazın. Ekvivalent olmaq nə deməkdir? Yəni, biz hər tərəfi
Bu sanki bax yenə deyirəm. Bu belədir də. 4 bölək 7 bərabərdir. Hər hansı bir boşluq bölək 21. Görürsünüzsə bunu çaşırsınızsa, çaşmağa ehtiyac yoxdursa bundan sonraki dərsdə tənasüb mövzusunda biləsiniz ki, kənar hədlərin məsələn hasısı, orta hədlərin hasısı ilə kənar hədd orta hədlə götürəndə başa düşəcəksiniz ki, siz məsələn yox, 12 dəqiqəsiz alınmayacaq. Deməli, elə bu şəkildə yazsaz daha rahat olar. Elə bildim bunların, mən sonra baxdım ki, yox 7 ilə sanki tərsi kimi götürülür də bu şəkildə. Belə, orta ilə kənar eyni götürülmür. Elə bu şəkildə yazsaz daha rahat olar. Deməli, 7-dən baxıram ki, mən 21-i necə almışam? Deməli, 3-ə vurmuşam da. Mən 7-ni 3-ə vurmuşamsa, 4-ü də 3-ə vurmalıyam. 4-ü 3-ə vuranda eləyəcək 12. Yenə yazaram 1,4 böl 3 bərabərdir 7 bölək hər hansı bir boşluq. Mən baxıram ki, 1,4-dən 7-ni necə alaram? 1,4-ü 0,2-yə bölərəm, 7-ni alaram. Deməli, mən sonra 3-ü 0,2-yə bölməliyəm. Bu da edər 15. Sonra 7 bölək 8 bərabərdir boşluq bölək 24. Baxıram ki, mən burada məqsəd onları hansı bir ədədi almaq mənə daha rahat görsənir. Ona görə mən bu nisbətləri bu şəkildə yazmağı deyirəm sizə. 8-dən 24-ü biz bilirik ki, 8-i 3-ə vuraram ki, 24 alaram. Mən məxrəci 3-ə vurmuşamsa, sürəti də 3-ə vurmalıyam. 7-ni 3-ə vuraram, alaram 21. 9 böl 15 bərabərdir 3 bölə hər hansı bir ədəd. 9-dan 3-ü necə alaram? 9-u mən 3-ə bölərək 3 ala bilərəm. Onda 15-i də 3-ə böləndə 5 alaram. Bu da belə. 7-ci. Verilən nisbətə ekvivalent olan 3 dənə deyir nisbət yazın. Gəlin yazaq. Deməli 18 böl 24 deyir. Mən hər tərəfi 2-yə bölə bilərəm. Vura da bilərsiniz, bölmək daha rahatdır. Böyük ədədlərdə adətən bölmədən istifadə eləsəz daha rahat olar. Vurmaq biraz vaxt aparır. 18-i 2-yə böləndə 9 eləyəcək. 24-ü 2-yə böləndə 12 eləyəcək. Nisbətin bu şəkildə alınacaq. Sonra 18-dən 24 nəyə bölünər? Hər ikisi 3-ə bölünər. 18-i 3-ə böləndə 6 eləyər. 24-ü 3-ə böləndə 8 eləyər. Və 18-lə 24 6-ya da bölünür. 18-i 6-ya böləndə 3 eləyər. 24-ü 6-ya böləndə 4 edər. Biri var ki, yenə dediyim kimi vurasınız 18-i 2-yə, sonra 3-ə, 4-ə. Bir var ki, görürsünüz ki, əgər ədədlər məsələn bölünə bilirsə, elə bölmədən istifadə edin. Məsələn, 15 ilə 21. 15 ilə 21-i hər tərəfin 3-ə bölə bilərəm. Eləyər 5 bölək 7. Ondan sonra heç bir şeyə bölünməyəcək. Bölünmür deyə artıq mən 2-yə vura bilərəm. 15-i 2-yə vuraram 30. 21-i 2-yə vuraram 42. Sonra 3-ə vuraram 15-i 3-ə vuraram 45. 21-i 3-ə vuraram edər 62. Bu şəkildə. 12 ilə 8. Hər tərəf 2-yə bölünər. 12-ni 2-yə böləndə 6, 8-i 2-yə böləndə 4. Hər tərəfim deməli 4-ə bölünə bilər. 12-ni 4-ə böləndə 3, 8-i 4-ə böləndə 2. Sonra baxıram ki, heç nəyə bölünmür. Mən götürüb vuraram 2-yə. 12-ni 2-yə vuranda 24, 8-i 2-yə vuranda 16. Bu şəkildə yaza bilərik. Sonra verilmiş deyir nisbətləri sadələşdirin. Gəlin sadələşdirək. Bu nə deməkdir? Elə bunu yazsam, məsələn, bax, bu şəkildə. Yəni, mən hər tərəfi 0,8-ə bölə bilərəm. 3,2-ni 0,8-ə böləndə 4 eləyəcək. 2,4-ü 0,8-ə böləndə 3 edəcək. Baxıram, bizim qaydamız öyrənmişdik. Birinci kəsir olduğu kimi qalırdı. İkinci kəsir tərsinə çevrilirdi. Baxıram ki, 10 ilə 5 hər ikisi 5-ə ixtisar gedə bilir. 5-i 5-ə böləndə 1 edəcək. 10-u 5-ə böləndə 2 edəcək. 12 ilə 9 görürəm ki, hər tərəf 3-ə ixtisar oluna bilir. 12-ni 3-ə böləndə 4 edəcək. 9-u 3-ə böləndə 3 edəcək. Yuxarıda nə qaldı? 2 vurulsun 4. Aşağıda da 3 vurulsun 1. 2-ni 4-ə vuranda 8. 3-ü
3'ü 1'ə vuranda 3. Baxıram ki, bu düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsiri qarşı ədədə çevirmək üçün nə edirdik? 8-i 3'ə bölürdük. Bax, 8-i bölürük 3'ə. Burada lap göstərirəm. 3'ü 2, 6. 8-dən də 6 çıxanda 2 qalır. Həmən bu natamam qismət tam hissədə yazılır. Bu buradakı 3 məxrəcim olduğu kimi qalır. Bu qalıq hissədə gətirilir, sürətdə yazılır. Olur 2 tam 3'də 2. Sonra mən 1,5 bölək 6'nın 7'yə nisbətidir, yəni 7'də 6. 1,5'i mən necə yazaram? Bax, yazaram ki, buradan yazım, görünür. 1,10'da 5. Bu şəkildə yaza bilərəm. Qarşıq ədədi düzgün olmayan kəsirə çevirmək üçün məxrəci tam hissəyə vururduq, üstünə sürəti gəlib sürətdə yazırdıq. Onu 1'ə vuranda 10, onun da üstünə 5 gələndə eləyəcək 15. İfadəm yəni bu şəkildə oldu. Gətirib yerinə yazıram. 15 bölək 10, yenə bölünsün 7'də 6. Birinci kəsirim olduğu kimi qalacaq, ikinci kəsirim tərsinə çevriləcək. Baxıram ki, 15 ilə 6 hər ikisi 3'ə ixtisar oluna bilir. 6'nı 3'ə böləndə 2, 15'i 3'ə böləndə 5 edir. Baxıram ki, 5 ilə 10 da ixtisar oluna bilir. Hər tərəf 5'ə ixtisar gedir. 5'i 5'ə böləndə 1 edər, 10'u 5'ə böləndə 2 edər. Yuxarıda qalar 1 vurulsun 7 bölək, 2 vurulsun 2. Yəni 7 bölünsün 4'ə. Yenə həmən düzgün olmayan kəsi qarşı ədədə çevirmək üçün bu şəkildə yazırıq. 7'ni 4'ə bölürük. Natamam qismət tam hissədə yazılır. Məxrəc olduğu kimi qalır. Qalıq da sürətdə yazılır. Bu şəkildə. Keçdik 9'a. 9'da nə deyir? Şəkildəki fiqurların sayına əsasən verilən nisbətin nəyi ifadə etdiyini yazın. Yazıb 1'in 3'ə nisbəti. Mən baxıram ki, bir dənə nə var? Bir dənə dairə var. 3 dənə nə var? 3 dənə də 3 bucaq var. Deməli, bu dairənin 3 bucağa olan nisbətidir. Yazaram ki, dairənin 3 bucağın sayına, daha doğrusu 3 bucağın sayına nisbəti. 3 dənə daha sayı ona görə. Sonra 3'ün 4'ə nisbəti. Görürəm 3 dənə 3 bucaq var, 4 dənə ulduz var. Yazaram ki, 3 bucağın ulduzların sayına nisbəti. 3 bucağın sayının, lap geniş yazaq, ulduzların sayına nisbəti. Bu şəkildə. 1'in 4'ə nisbəti, yəni dairənin ulduzların sayına nisbəti. Bu şəkildə və 1'in 2'yə nisbəti. Dairənin, bax, 2 nədir? Müxtəlif fiqurların sayına nisbəti. Bax, müxtəlif fiqurların, 2 dənə müxtəlif fiqurum var da, ona görə. Müxtəlif fiqurların sayına nisbəti. Bu şəkildə yazılır. 10-cu misal. Sütunla diaqramda qiymətləndirmənin nəticələri haqqında məlumat verib, tələb olunan nisbəti yaz və sadələşdir. Gəlin yazaq. Deyir ki, 3 alanların sayının 4 alanların sayına nisbəti. Baxıram ki, 3 alanların sayı nə qədərdir? Bax, bunlar bir-bir artıb. Bura 1'dir, bura 2'dir, 3'dür, 4'dür, 5'dir, 6'dır, 7'dir və 8'dir. 3 alanlar deməli nə qədərdir? 6'dır. 6'nın 4 alanları nə qədərdir? 8'dir. 6'nın 8'ə nisbəti. Mən hər tərəfi 2'yə bölsəm, alaram 4'də 3. Sadələşdirdik də, yazdıq da. 2 alanların sayı. 2 alanların sayı 2 nəfərdir. Deyir ki, şagirdlərin ümumi sayına. Şagirdlərin ümumi sayı, gəlin belə hardan yazım? Buradan yazım. Bax, 2 alanlarımız 2 nəfərdir. 3 alanlarımız 6 nəfərdir. 4 alanlarımız 8 nəfərdir. 5 alanlarımız da 4 nəfərdir. Bunların hamısını topladığımız zaman 8, 10, 16, bu da edir 20. Ümumi 20 dənə şagirdimiz var. Deyir 2 alanların sayının şagirdlərin ümumi sayına nisbəti, yəni 20'yə nisbəti. Hər tərəfi 2'yə bölərəm, alaram 10'da 1. 5 alanların sayı. 5 alanların sayı 4'dür.
5 almayanların sayı. 5 almayanların sayı nə deməkdir? Yəni 2, 3, 4 alanlar. Nə qədərdir? 2-nin üstünə 6 gələrəm 8, 8-in də üstünə 8 gələrəm 16 eləyər. Hər tərəfi 4-ə bölərəm, alınar 4-də 1. 4-dən aşağı qiymət alanlar. 4-dən aşağı qiymət alanlar nə deməkdir? Yəni 2 ilə 3 qiymətini alanlar da. Bunlar nə qədərdir? 8 nəfərdir. 3-dən yuxarı qiymət alanlar. 3-dən yuxarı qiymət almaq nə deməkdir? Yəni 4-dən 5 almaq deməkdir də. 12 deməkdir. Hər tərəfində 4-ə bölərəm, alaram 3-də 2. Bu şəkildə. Sonra 11. Deyir ki, hər bir stəkan alma şirəsinə 2 stəkan üzüm şirəsi qarışdırmaqla qarışıq meyvə şirəsi hazırlanır. Ekvivalent nisbətləri yazmaqla cədvəli tamamla və cədvələ əsaslanaraq suallara cavab ver. Gəlin biz birinci cədvəlimizi tamamlayaq, sonra sual cavab verək. ABC-ni tapaq. Mən kitabda da var idi buna aid misallar. 1-dən 2-ni necə alaram? 1-i 2-yə vuraram. Mən yuxarını 2-yə vurmuşamsa, aşağını da 2-yə vurmalıyam da. 2-ni 2-yə vuraram, 4 eləyər. Mən 2-dən 6-nı necə almışam? 3-ə vuraraq almışam. Onda mən buranı 3-ə vurmalıyam. Deməli 3 olacaq bura. 1-dən 4 necə alınıb? Həmişə yadınızda saxlayın. Belə cədvəllər verildiyi zaman əsasən birinci hissəyə nəzərən tapılır digər hissələr. 1-dən 4-ü 4-ə vurmuşamsa, 2-ni də mən 4-ə vurmalıyam. Yəni 8. 1-i mən 5-ə vurmuşamsa, 2-ni də 5-ə vurmalıyam. Olar 10. Bu şəkildə. Deməli, cədvəlimizi yazdıq. Gəlin suallara baxaq. Deyir, 3 stəkan alma şirəsi istifadə etməklə neçə stəkan qarışıq şirə hazırlamaq olar? Bunun mahiyyəti necədir? Biz məsələn gedirik restorana. Deyək ki, bir restorana getmişik. Deyirik ki, mənə bir dənə qarışıq meyvə hazırla. Bax, qarışıq meyvənin içərisində deyirsən ki, olsun 1 stəkan alma şirəsi. Məntiqi tutsaz yaza bilərsiniz. 2 stəkan da üzüm şirəsi olsun. Başa düşürük. Qarışıq meyvə şirəsi 1 stəkan alma şirəsindən 2 stəkan üzüm şirəsindən alınır. Yəni sənə 1 stəkan alma şirəsi, 2 stəkan üzüm şirəsini qarışdırıb verəndə 1 stəkan qarışıq meyvə şirəsi eləyir. 1 stəkan qarışıq meyvə şirəsi. Başa düşdünüz? Bütün mahiyyətimiz bundan ibarət. İndi deyir ki, 3 dənə alma şirəsi qarışdırsa, sizə nə qədər qarışıq meyvə şirəsi hazırlaya bilər? Əlbəttə ki, 3 stəkan qarışıq meyvə hazırlaya bilər. Aydın oldu. Çünki 1 stəkan alma gedir də, hər qarışıq stəkana 1 stəkan gedir. Səndən də 3 dənə stəkan alma şirəsi istədiyinə görə sənə 3 dənə qarışıq meyvə şirəsi verəcək. Sonra deyir ki, 4 stəkan alma şirəsinə 6 stəkan üzüm şirəsi qarışdırılıb. Qarışıq şirənin düzgün hazırlanması üçün daha neçə dənə stəkan üzüm şirəsi əlavə edilməlidir. Həmişə bax yenə, əgər belə suallar verildiyi zaman, yenə 1-in 2-yə nisbəti verilməyib sənə. Çalış hər zaman bundan yola çıx. Yəni nə deməkdir? 1-in 2-yə nisbəti, 4-ün 6-ya nisbəti. Mən bilirəm ki, 1-dən 4-ü necə almışam? 1-i 4-ə vurmuşam. 4-ün altındakı nə idi? 8 deyildi, amma burada 6-dır. Deməli, 8-dən mən 6-nı çıxaram. 2 dənə hələ mənə üzüm sirkə nə idi? Üzüm şirəsi əlavə edilməlidir. Deməli, 2 stəkan əlavə edilməlidir. Bu şəkildə. Sonra C variantında deyir ki, 15 stəkan qarışıq şirə hazırlamaq üçün hər şirədən neçə dənə stəkan götürülməlidir. Deməli, biz bayaqlarım öyrəndik ki, 3 dənə ilə bir qarışdırıldığı zaman bir dənə meyvə şirəsi
alınacaq, qarışıq meyvə şirəsi alınacaq. Bizə də 15 stəkan dediyinə görə mən həmin 15-i bölürəm bu qarışdırdığım stəkanların sayına 3-ə. Yəni ümumilikdə məndə 5 dənə hər meyvədən 5 stəkan olmalıdır. Ona görə 1 stəkan alma dediyinə görə 5 stəkan alma olacaq, alma. 2 stəkan da üzüm deyil, 5 dənə lazım deyil mənə hamısına. Deməli 10 stəkan da üzüm lazım olacaq. Bu şəkildə. Sonra keçin növbəti 12-yə. Deyir, təhlükəsizlik şərtlərinə əsasən çimərlikdə hər 20 nəfər üçün 3 dənə xilas edici olmalıdır. Ekvivalent nisbətlər yazmaqla birinci cədvəli tamamlayan, sonra suallara cavab verir. Yenə 3-dən 6-nı alıb, necə alıb? 2-yə vurub. 20-ni mən 2-yə vurmalıyam, 40 eləməlidir. 20-dən 60-ı necə alıb? 3-ə vuraraq, 3-ü mən 3-ə vurmalıyam, 9 eləməlidir. 3-dən 12-ni 4-ə vuraraq alıb, 20-ni 4-ə vuracam, olacaq 80. Aha, cədvəlimizi tamamladıq. Bu şəkildə alındı. Deyir ki, 40 nəfərə görə 6 xilas edicinin olması təhlükəsizlik şərtlərinə uyğundurmu? Baxırıq cədvəlimizə. 40-ın üzərində 6-dır. Xilas edicinin sayı 6-dır, 40-dır. Burada elə onu deyir. Deyir 40 nəfərə çimərlikdən istifadə edənlərin sayı, yəni 40 dənə insanı 6 dənə xilas edici. Bəli, doğrudur. Yəni uyğundur. Bu şəkildə. Sonra deyir ki, çimərlikdə 80 nəfər dincəlir və 10 nəfər xilas edici nəzarət edir. Təhlükəsizlik şərtlərinə görə xilas etmə işlərinə daha neçə dənə nəfər cəlb olunmalıdır? Cədvəlimə yenə baxıram. 80-in üzərində 12 nəfərdir. Amma burada 10 nəfər deyir. Deməli, hələ 2 nəfər cəlb olunmalıdır. Bir dənə yəni cədvəlimizi qurmaqla biz bütün misalları həll eləyə bilirik. Bu mövzumuz da burada yekunlaşdı. Digər mövzularda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.